Mən Tovuz Medical Center klinikasının həkim fizioterapevti Aynur Qarayeva bu dəfə növbəti bir sualınıza cavab vermək istəyirəm. Doktor, fizioterapiyaya yalnız ağrı olanda müraciət etmək lazımdır. Xeyr, fizioterapiyaya yalnız ağrı şikayətinə müraciət etmirik. Ağrı problemlərin yalnız bir hissəsidir. Fizioterapiya zamanı əksərən oynaq ağrıları, bel, boyun ağrılarına müraciət etməyə nəzərdə tutur bəzi pasiyentlər. Ancaq bununla iş yekunlaşmır. Uşaqlarda qamət pozğunluqları, qardoz, kifoz, skalyoz, travma keçirib, əməliyyat keçirib, travmalardan sonra reabilitasiya prosesi, əzələni gücləndiririk, oynaqların hərəkətini yaxşılaşdırırıq. Uşaqlarda serebral iflic, digər nevroloji defisitlər, autizm və digər problemlərdə aylarla reabilitasiya proqramını tərtib edirik. Bəzən əzələ gücsüzlüyü yaranır. Uzun müddət hərəkətsiz qalanlarda, oturaq işdə işləyənlərdə və yaxud da ki, hər hansı xəstəliyə görə hərəkətsiz əzələlərdə gücsüzlük yaranıbsa, həmən gücü fizioterapiya bərpa edə bilir. Və yaxud da ki, hər hansı bir şəxsdir, oturaq həyat tərzi yenə də keçirir, oynaqlarında artroz, duzlaşma başlayır, ağrı verməsə belə hərəkət məhdudluğu var. Yenə də fizioterapiya burada möcüzələr yaradır. Ümumiyyətlə, heç bir ağrı olmasa belə, fizioterapiya nəyə görə müraciət etməliyik? İdman etmək məqsədindən, bədəni sağlamlaşdırmaq məqsədindən və sağlam həyata keçmək məqsədindən də fizioterapiya çox önəmlidir. Və fizioterapiya deyəndə təkcə burada aparat fizioterapiyasını, yəni bildiyimiz maqniti, lazeri, ultrasonu nəzərə almırıq. Eyni zamanda müasir reabilitasiyanı, yəni müasir idman hərəkətlərini, müalicəvi idman hərəkətlərini də xüsusi qeyd edirik.